Hörmətli izləyicilər, hazırda mənə müraciət edən pasiyent nədən müraciət edib? Yaşlıdır. Nə qədər yaşınız var? 59. 59 yaşı var. Birdən-birə menstruasiya başlayıb. Təbii ki, bu yaşda kəsilmiş, menopauzadan sonra menstruasiya başlamamalıdır. Mən onun uşaqlığına baxdım. Əlbəttə, uşaqlıqda baxan kimi buna xərçəng sözü istifadə edilər. Amma olmaz, çünki hər izlənən kalsinat xərçəng deyildir. Malginizasiyanı ancaq biopsiya müəyyən edə bilər. Bu bir. İkincisi, mən dərhal şübhələndim, bunu nə yarada bilər? Yenə də qalxana bənzər vəzə baxdım. Baxırsınız, bu qalxana bənzər vəzin sağ payıdır. Mən sağ payda hələ önəmli bir şey görmürəm. Keçən kimi sol paya uşaqlıqda yaranan 59 yaşında 5 illik menopauzadan sonra uşaqlıqda yaranan qanaxmanın səbəbini tapdım. Baxırsınızmı? Baxın, görün nə boyda düyündür. Mən buna adenomatoz düyün deyəcəm, amma buna baxmayaraq bu düyünü biopsiya eləyəcəyik. Düyünün ölçüsü, bax gördüyünüz kimi, baxın görün nə boydadır. 16 vurulsun 15. Deməli, son protokollara, ümumiyyətlə dünya protokollarına, Avropa protokollarına və Azərbaycan protokollarına əsaslanıb deyə bilərəm ki, bu düyün hökmən və hökmən incə iynə biopsisi olmalı bu düyünə.